Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin binası söküləcək. Media TV Azmedia qrupu Teleqrafa isnadla xəbər verir ki, bu, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Dərnəgül elektrik deposunun tikintisi ilə bağlıdır. Belə ki, depo tikiləcək ərazidən təxminən 464 yaşıllıq götürüləcək. Müşahidələr onu göstərir ki, həmin ərazidə bu sayda ağac və kol yoxdur. Amma Dərnəgül elektrik deposu üçün ayrılan torpaq sahəsi ilə bitişik olan Azərbaycan Beynəlxalq Universitetinin həyətində geniş yaşıllıq salınıb. Burada yüzlərlə ağac mövcuddur. Ola bilər ki, köçürüləcəyi rəsmi şəkildə açıqlanan yaşıllığın bir hissəsi keçmiş ali məktəbin həyətinə düşəcək. Bu da Azərbaycan Beynəlxalq Universitetinin binasının söküləcəyi qənaətinə gəlməyə əsas verir. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, plana uyğun olaraq ərazidən 464 yaşıllıq köçürüləcək. Həmin ərazi 1986-cı ildən Bakı Metropoliteninə verilib. Bu da o deməkdir ki, metropolitenin ərazisidir. O dövrdə isə hazırda ərazidə gördüyünüz Azərbaycan Beynəlxalq Universitetinin yeni binaların və digər infrastrukturun heç birisinin izi tozu yox idi. Ərazi həmişə metropolitenin sahəsi olub. Ora heç vaxt Azərbaycan Beynəlxalq Universitetinin ərazisi olmayıb. Onlar sadəcə orada universitet tikiblər. Biz öz ərazimizi hasarlamışıq. Bəxtiyar Məmmədov deyib. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Universiteti 1997-ci ildə yaradılıb. 2010-cu il sentyabrın 1-də keçmiş təhsil naziri Misir Mərdanovun imzaladığı əmrlə universitetin fəaliyyəti tamamilə dayandırılıb. Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev xaricə qaçıb və hazırda Fransada yaşayır.